Müasir ginekoloji cərrahiyyədə diaqnostik laparoskopiya dediyimiz gold standartlara uyğun bir əməliyyat növlərindən tez-tez istifadə olunur. Diaqnostik laparoskopiya əsasən patologiyanın dəqiq diaqnozunu müəyyənləşdirmək və əməliyyatın növbəti gedişatını müəyyənləşdirmək üçün istifadə olunur. Bugünkü pasiyentimiz də illər öncə total histerektomiya, yəni uşaqlığın çıxarılması əməliyyatına məruz qalmışdır. Lakin əməliyyatdan bir il sonra pasiyentin vaginal bölgəsindən davamlı qanamalar, axıntılar olduğuna görə bizə müraciət etdi və biz hazırda diaqnostik laparoskopiya icra edərək qadında vaginal kaf, yəni vaginal güdülün dəyərləndirilməsini icra edəcəyik və nəticəmizi də əməliyyatdan sonra təqdim edəcəyik. Təbii ki, əməliyyatdan öncə vaginal güdül hissədən, yəni vaginaya baxan hissədə yaradan biopsiya alındı, HPV genotip dəyərləndirilməsi icra edildi. Pasiyentdə low grade displaziya çıxdı. Bildiyimiz kimi bu tək papilloma virusuna əlaqədar deyil. Erkən yaşda yumurtalıqlar çıxdığına görə estrogen defisiti ilə bağlı regenerasiya problemi nəticəsində də yarana bilər. Ona görə də biz bu əməliyyat yöntəmi ilə maksimal dərəcədə çalışdıq qanamanın qarşısını alaq.